Ayda, amma mən şeyi dəyişim. Ora çəkdiyin şeyi, çəkmirsən şey. Başlayıb çəsəcəkdən narahat olma. Onu şeydə təzədən başladım da. Qabağını dəyişmişəm. Onu şey eləyim təzədən başlayaq. Yəni bunu şeylə. Ay narahat olma, keçəcək də. Video qalsın, tamam, mən keçəcəm. Şeyi dəyişirəm ha yönümü. İndi başladım. Ha, yönü dəyiş. Amma haqqın yönünə doğru get. Yaxşı. Çəkirəm. Çoraplarım bombadır mənim. Düşmür düzdür. Salam, hər vaxtınız xeyir olsun. Əziz hazırlıq gedirik izləyiciləri. Hamıya çoxlu salamlar. Amma inansız heç bir fikrimiz yoxdur. Göfər. Bu dünyanın ən random videosu ola bilər. Yəni də maraqlı, rəngarəng bir video olacaq. Hər şeydən danışacağıq. Heç bir başlığımız yoxdur, heç bir sərhədimiz yoxdur. Maliyyə, təhsil, psixologiya. Ölkəmizin axırı necə olacaq? Yuxudan qalxırsan, dişi fırçalarını da oxuyursan məsələn. Bərbad. Ağzından da köpük çıxır. Dişi fırçalayanda təbii ki, bərbad çıxır. Bunlar nə şirindilər belə. Nüsrət demişkən, cappuccino. Nüsrət də batdaq uşaq var. Ay Allah. Nəyə görə biz yaxşı bir şey eləməkdən çəkinirik? Düzdür, deyilməlidir məncə. Özüm də həmişə istəmişəm ki, bir boyum daha hündür olaydı falan filan. Maşallah, sənin boyun yaxşıdır. Bu arada Böyük Britaniyanın səfirliyinin, konsulluğunun qabağında bir çadır görsəz bilin ki, Göfərdir o. Göfər orada olur. Dərbədər olmuşam evimdən, yuvamdan. O papağı atdım, tuladım, qutardı, bitdi də. Yəni həyat bu. Oğlanlarda boşluq olmur çünki basıb aparırlar əskərliyə. Hə, düzdür, hə, o biraz. Mən sənə bir şey təklif eləmək istəyirəm. Kofeni içə bilərsən zəhmət olmasa. Çünki soyumağa doğru gedir. Mən çox danışsam zaten heç içməyəcəm. Açılmır, qırılıb da o. Mən vətəndaşlarımızın dövlət, ASTV-dən incilər zət. Amma niyə belə bu qədər əkizlər gücünü gözüm çıxdıya salıblar bilmirəm tam olaraq. Hə, bir insanlar da yaxşı insan olurlar, pis insan olmurlar. Mövzunu keçim. Next. Salam, hər vaxtınız xeyir olsun. Əziz hazırlıq gedirik izləyiciləri. Hamıya çoxlu salamlar. Salam. Bu arada Göfər xanım, Göfər, özünü təqdim edə bilərsən zəhmət olmasa. Mən Göfər. Kamranın iş yoldaşı olmuşam. Yəni olmuşam. Həm də çox yaxın, çox əziz bir insandır mənim üçün, dostdur. Belə indi bu gün inşallah mix şəkildə söhbət eləyəcəyik. Hər şeydən biraz. Çox sağ ol Göfər. Göfər həqiqətən də mənim az müddətdə xətrini çox istədiyim, çox belə deyim, həqiqətən də yaxından benim doğmalaşdığım bir insandır, var olsun, həqiqətən də. Demək, biz əslində başqa bir video çəkəcəkdik Göfərlə. Sadəcə olaraq hava şəraiti pis olduğu üçün biz məcbur qaldıq ki, podkast edək. Təbii ki, mən elə düşünürəm ki, hər işdə bir xeyir var. Düzdür. Fikrinə mən həmişə fokuslanıram, həyatımda onun üzərindən aparıram. Nə qədər yanlış, nə qədər düzdür bilmirəm. Hava yağışlı olduğu üçün Bakımız 9 iqlim qurşağında olduğunu hiss elətdirir bizə. Hamısını bir-bir göstərir hər gün. Dedik, bir dənə belə qəşəng bir gözəl yerdə, bu kafedə podkast eləyək. Belə, amma inansız heç bir fikrimiz yoxdur. Göfər. Bu dünyanın ən random videosu ola bilər. Yəni, bu video həqiqətən də heç düşünülmədən çəkiləcək məncə ən belə maraqlı, rəngarəng bir video olacaq. Hər şeydən danışacağıq. Heç bir başlığımız yoxdur, heç bir sərhədimiz yoxdur. Hansı ki, hansı bir mövzu üzərində biz danışaq. Hər şeydən. Maliyyə, təhsil, psixologiya. Ölkəmizin axırı necə olacaq? Dünya dağılacaq. Siyasət, no. Hər şey. Bəli, inşallah. Red flagimiz budur. Siyasət olmalı. Göfər, biraz özündən danış. Qoy səni tanısın insanlar. Mən azdan çoxdan tanıyırlar. Bilirlər ki, mən Panda Baby mağazasında işləyirəm satış təmsilçisi olaraq və istirahət vaxtlarımda gedirəm, ölkəmizin müxtəlif bölgələrini gəzirəm və bu mənim hobbimdir. Təbii ki, belə. Göfər xanım kimdir? Göfər kimdir? Hardan başlayım? Özüm də bilmirəm. Açıq 24 yaşım var. Bilmirəm başlayım. Bəli, göstərmədiyimi deyirəm. Eynən, sözünə qüvvət. Mən görəndə Göfəri birinci elə bildim ki, 18-19 yaşı var. Dedi ki, 24 yaşım var. Dedim ki, dünyanın 8-ci möcüzəsi ola bilər. Möcüzəsidir, bəli. Hamı şok olmuş. Nəysə, getirir. Deməli, mən Dillər Universitetində təhsil almışam. Elə qarışıq gedək hər məlumatdan biraz. Bakalavr orada təhsil almışam. Hal-hazırda Texniki Universitetinin master tələbəsiyəm. Sonuncu inşallah 2 semestrim, 1 semestr qalıb bitirirəm. Belə sahəm ingilis dili müəllimliyi idi, bitirdiyim sahəm. Hal-hazırda da ingilis sektorda təhsil alıram. Əlavə olaraq, məsəl üçün, maraq dairəm, kitab oxumağı çox sevmirəm.
mən bədii, məsəl üçün, mütaliələrin elə həvəskarıyam deyə bilmərəm. Amma psixoloji kitablara nisbətən daha meylliyəm. Məsəl üçün, psixoloji kitablar oxumağı sevirəm, məsəl üçün. Maraqlı mövzudur. Aha. Düzdür, bu biraz klişelərdir. Mahnıya qulaq asmağı sevirəm. Amma sözün əsl mənasında, məsəl üçün, çox istəyərdim ki, məsəl üçün də çox qeyri-adi qəşəng səsim olsun falan. Bunu çox istəyərdim, məsələn. Yoxlayıbsan heç? Oxuyubsan, məsəl üçün, istərsən hamı oxuyur da bir yerdə, məsəl üçün. Yuxudan qalxırsan, dişi fırçalarınızı da oxuyursan, məsəl üçün. Oxumuşam, bərbad. Ağzından da köpük çıxır. Dişi fırçalayanda təbii ki, bərbad çıxır. Ağzında pasta Bunu birazdan çək eləyəcəyik. 5 saniyə qoyarsan, tamam ifak etmir. Stakanla qırılır da. Bəli, inşallah. Videonu yadda saxlamarsınız. Yəni bu sadəcə yoxlamaqdır. Belə, yəni mahnıya qulaq asmağı çox sevirəm. Yəni həyat fəlsəfəsidir məncə bir mahnı. Buyurun. Buyurun, narahat olmayın bəy. Çox sağ olun. Abi bunlar nəşr edirlər belə. Qəşəngdir. Çox sağ ol qardaş, yorulmayasan, var olasan. Təşəkkür edirəm. Demək belə bir bunlar çox qəşəngdir. Şey demişdin, Nüsrət demişkən, cappuccino. Bəli, o dəyərli şəxs. O dəyərli şəxs. Ortadan kayboldu. Nüsrət də batdı, uşaq var. Ay Allah, konunun Nüsrətə. Diş fırçalayarkən mahnı oxumaqdan Nüsrətin batmağına doğru gedən bir podkast olacaq. Bəli. Çox maraqlı insanmışam. Mən səni bu qədər dərindən tanımırdım. Görürsüz, uşaqlar. Həqiqətən çox maraqlı insanmışsan. Düzdür, həqiqətən qısa müddətdə biz işləmişik. Yəni daha çox iş ortamında olmuş. Bir ay belə olmadı, çox qısa oldu. O qədər qısa oldu hətta. O qədər qısa oldu. Amma düşün də, yəni Gövhər o qədər belə həqiqətən hər tərəfə yaxşı müsbət enerji saçan bir insandır ki, həqiqətən də. Arada Günəş deyir ki, biraz mən istirahətə çəkilim. Gör nəyinsən Gövhər. Bu Kamranın bu məşhur komplimentli sözləri çox məşhurdur da. Yəni bu yeriyən kompliment maşını. Sən komplimentsizlik bir şeyə yarananda sən devrəyə girməlisən o dəqiqə. Yəni hamıya eyni sayda. Mən elə düşünürəm ki, bax çox qəşəng olsun. Bu da bir bacarıq təbii ki. Çox sağ ol. İnsanlar insanlara qarşı xoş şeylər görəndə və ya hiss eləyəndə onları deməkdən çəkinirik. Deməlidir məncə də. Məncə bilsən tərdir, bu yaxşı bir şeydir. Nəyə görə biz yaxşı bir şey eləməkdən çəkinirik? Düzdür, deyilməlidir məncə. Bizim ölkəmizdə biraz qapalı ki, belə istər-istəməz. Məsəl üçün keçən dəfə həqiqətən bir dənə bizim nənə gəlmişdi, bir dənə yaşlı bir xanım gəlmişdi də bizim mağazaya. Gördüm nənənin çox gözəl gözləri var idi. Yəni göm-göy gözləri var idi. Belə baxıram, deyirəm ki, ilahi, yəni bu həqiqətən də yəni bir tanrı tərəfindən bir sənət əsəridir. Yəni çox gözəldir. Adam baxır, özünü çox yaxşı hiss edir, huzur verir insana. Yaxınlaşdım, dedim ki, deyəsiniz rus dilli idi, ya xanım ya da rus idi. Bu arada bilmirəm, qabağına çıxsa xanıma buradan çoxlu salamlar. Demək xanıma dedim ki, xanım, sizin nə gözəl gözləriniz var, çox gözəl gözləriniz var. Xanım biz bir anlıq necə oldu? Belə qaldı. Elə bil ki, dünyanın necə deyim, həyatının ən maraqlı bir anını yaşamış kimi oldu. Mən elə hiss elədim. Dedi, ay, çox sağ olun, təşəkkür edirəm. Belə. Yəni, mən də dedim ki, özümü çox yaxşı hiss elədim də. Yəni, məncə, yaxşı bir şeydir. İnsanlara kompliment eləmək və yaxud da ki, nə bilim, kiməsə tanımadığım bir insana belə bəzən, məsələn, kompliment eləmək gəlir içimdən. Prosta Azərbaycanda bir balaca düşünürsən ki, hər bir sözün arxasında başqa bir məna var axı. Düşünürlər. Düşüncə qısıtlanması deyə bir şey var deyə. Bizdə bu arada bayaq mən də metroda gələndə, amma metroya hələ düşməmişdim. Qabağımca məyər eyni avtobusdaymışıq, görməmişəm onu amma. Qabağımca bir dənə xanım gedirdi. Yəni yaşlı olardıq da. Uzun belə göy don geymişdi, tam yaz vibe, amma çox gözəl görünürdü də, yəni ultra. Bir də hündürboy, mən hündürboy qızlar, dipnot, hündürboy qızlardan çox xoşum gəlir. Mənə çox çəkici gəlir, çox. Özüm də həmişə istəmişəm ki, bir boyum daha hündür olaydı falan filan nəsə. Maşallah, sən boyun yaxşıdır. Turnikdə zaddan sallaşdın. Kök çuğunda heç isməmişəm uşaqlar, iyrənirəm elə şeylərdən mən belə deyən deyiləm. Sən boyun normaldır, yox? Yox, mənim boyum yaxşıdır. Məsəl üçün 72-dir, yəni boyum. Normal. Hə, amma daha da istəyərdim də biraz da hündür olsun. Nəsə bəlkə də kənardan mənə çox çəkici görünür deyə. Bizdə kokteylər var uşaqlar üçün. Kokteyl şey var, mal eşki. İnarsız arada ağlımdan keçirir, alım onlardan içim və indən belə 24 yaşımdan sonra boyatım. Hə, yəni məsələn o qız çox gözəl görünürdü həqiqətən. Bir də paltar falan da çox yaraşmışdı, amma demədim yəni. Amma ağlımdan keçirdirəm də məsəl üçün mən çox vaxt demirəm. Əlbəttə biraz belə insan istər-istəməz. Sadəcə ağlımdan. İnsan özünü qorumaq mexanizmində beyin düşünür ki, məsəl üçün hər bir insan sənin kimi deyil və sənin demək istədiyin cümləni sənin demək istədiyin kimi anlamaya bilər. Ona görə də bir balaca orada sən sərhədləri saxlayırsan ki, hər ehtimala qarşı
bir aqressiv bir şey olmasın, cavab olmasın. Düzdür, hə. Gövhər, belə deyim, sən hazırlaşırdın səhv eləmirəmsə xaricə. Bəli. Böyük Britaniyaya hazırlaşmışsın. Bu arada Böyük Britaniyanın səfirliyinin, konsulluğunun qabağında bir çadır görsəz bilin ki, Gövhərdir o. Gövhər orada olur. Dərbədər olmuşam evimdən, yuvamdan. Orada şey deyirəm ki, bəli, sertifikat alım. İnşallah, inşallah. Buradan- İngilis dili sənin çox superdir amma. Yox. Sözünü kəsmədim. Yo. Allah Okay. bilir nə deyəcəydim. B12 uşaqlar məndə çox yüksək səviyyədədir. Bu yaşanacaq tez-tez hazır olun. Mənim özüm də içim mən qarışıq. Belə Gövhərin özü də getmək istəyirik xaricə. Mən düşünürəm ki, bu təkcə bizə aid deyil. Bizim timsalımızda bir çox Azərbaycanlı gənclər getmək istəyirlər başqa ölkələrə və həyatlarının qalan hissəsini orada karyera yüksəlişi olsun və yaxud da ki, onlar üçün yaşam komfortu, rifahı olsun. İstəyirlər ki, xarici ölkələrdə yaşasınlar. Gövhər nə istəyir xaricdə olaraq, xaricdə yaşayaraq nə etmək istəyir? Mən əslində məsəl üçün öz bitirdiyim sahə üzrə davam etmək istəyirəm açığı. Düzdür? Magistra ingilis dili. İngilis dili. Yəni magistra vermə səbəbim ixtisasımı dəyişmək idi, təbii ki də. Çünki pedaqoji sahədə mən müəllimliyini bitirmişəm ingilis dilinin. Düşünürdüm ki, məsəl üçün hal-hazırda project management oxuyuram. Düşünürdüm bəlkə yeni sahə, yeni daha başqa ideyalar, bəlkə diqqətimi çəkər, mən pedaqoji sahədən yayınaram. Zaten yayınmaq istəyirdim. Amma görürəm ki, yəni daha doğrusu son aylarda, son 6-5 ay, 6 ay olar ki, gördüm ki, yox, mən dildən heç ayrılmaq istəmirmişəm. Doğrudan. Heç istəmirmişəm. Mən ingilis dili harda olsa mənim mütləq hansı sahədə olsa mənim ən başlıca yanımda olan şey olsun. Gördüm ki, ayrıla bilmirəm. Bu dili söhbət sırf danışıqdan getmir. Abituriyentə dərs demək söhbəti deyil. Sadəcə maksimum dərəcədə nə qədər akademikləşdirə bilərəm, hansı dərəcəyə çıxarda bilərəm və onu başqa bir səviyyədə inşallah bir gün nə bilim kitablar çıxartım. İnşallah. Mən sənə inanıram. Həqiqətən. Stampları olacaq, yəni. Səndə çılğın bir şey var. Belə deyim də başladığın işi bitirmək çılğınlığı var da belə bir şeydə. Yəni və yaxud da ki, necə deyim, çox bəzən istədiyin şeyə qarşı çox disiplinlisən. Hə, istədimsə həqiqətən deyim. Yəni vay, nə vaxt yığsam, məsəl üçün necə Gövhər nə var, nə yox, bayramlaşıb eləyirik. Dərs oxuyuram. Dərs oxuyuram. Mənim bir dənə sinif yoldaşım var. Ona da buradan salam var. Buradan deyək. Bir də sinif yoldaşım var. O mənə hər dəfə təsadüfi olur. Mən buna fikir verməmişəm. Məyər o hər dəfə fikir verirmiş. Məsəl üçün təsadüfi olur da deyirəm ki, dərs eləyirəm ya da deyirəm ki, sınaq işləyirdim. Hə, nə idi? Yo, danış sən oradan danış, mən buradan şey. O danışdıqca da indi əlimin altındadır da, açıq suallar yox, variantdır. O danışırdı, mən də o iki daşın arasında yenə də şey eləyirdim. Bir an telefonu bir görüntülü falan danışıb eləyəndə mənə deyir ki, sən deyir ki, nə vaxt səndən əlaqə yaradıram, sən dərsə gedirsən, boş vaxtlarında da dərsdən qayıdırsan. Sənin deyir, 2 dənə bu həyatda deyəsən rutinin var. A nöqtəsindən B nöqtəsinə get. Hə, o 2 nöqtə dəyişmir. Deyəsən hər dəfə səndən danışanda yox, deyir mümkün deyil. Sən məncə ümumiyyətlə beləsən. Deyir şübhəliyəm səndən. Amma sənin üçün sıxıcı deyil. Bu nəticədə gələcəyin üçün bir növ indi özünü inkişaf etdirməkdir. Bir də məsəl üçün biraz yaş şeyi var. Məsəl üçün mən bunu universitet illərimdəki rahatçılığım var ha mənim məsələn. O elə bir ki, mən işləməyəcəm. Elə bir ki, bu akademik şey mənə aid deyil. Yəni 4 il heç nə o məzuniyyətin həvəsi falan olur. Papağa atdın, tuladın, qurtardı, bitdi də. Yəni həyat bu. Amma məsəl üçün heç düşünməzdim ki, mən o universitet bitən erada bir işdən heç nə eləmədim də. Mən sadəcə boş magistra hazırlaşdım. Boşluq yaranır. Məncə hamı yaşayıb bunu biraz papaq atılandan sonraki boşluq. Bizdə düzdür. Oğlanlarda boşluq olmur çünki basıb aparırlar əsgərliyə. Hə, düzdür. Hə, o biraz. Deyəsən elə qızlarda çox yaşanır bu. Məsəl üçün fikirləşirsən ki, mən hara aidəm? Məsəl üçün hara sənəd verməliyəm? Görən ixtisasımı davam et. Özündən şeylər çıxardırsan. Bəlkə də ixtisasına aid insansan ha. Prosta ki, sırf nədir? Həyatına biraz fərqlilik qatmaq üçün, bir rəng qatmaq üçün deyirsən ki, məsəl üçün hə belə. Mən sənə bir şey təklif eləmək istəyirəm. Kofeni içə bilərsən zəhmət olmasa. Çünki soyumağa doğru gedir. Mən çox danışsam zaten heç içməyəcəm. Supersən. Sadəcə olaraq kofe istəyirəm ki, soyumasın. Kofe necədir? Bu arada mən şəkər tozu tökmək istədim. Gördüm ki, karamel siropu da olduğu üçün içində dadı qəşəng, əladır. Gövhər nə oxuyursan? Hə, bu elə. Məndə biraz əlində məşğuliyyət olsun deyə. Məndə ki, əlimdə mütləq nəsə götürməliyəm və qəribə bu da bilmirəm. Qəribə bağımlılıqlarımdan biridir. Mütləq əlimdə nəsə olmalı. Kimlə söhbət eləyəndə də ya sumkamdan bir şey götürüb əlimdə. Bir şeylə məşğul olmalısan. Bu da nəyin şeyidir, görürsüz? Hiperaktivliyin. Hiperaktivlik. Gətir baxın. Göstərdilər. Psixoloqlar məni anladı. Gövhər xanımın timsalında, Gövhərin timsalında bütün karyerasına fokuslanan, öz sahəsi üzrə çalışan gəncləri, insanları
vətəndaşlarımızın, dövlət, ASTV-dən incilər zət. Hər kəsi bir sözlə uğurlar arzulayıram hər kəsə. İnşallah ki, çəkdiyiniz əziyyət yerdə qalmaz və bir gün onun bəhrəsini görəcəksiniz. İnşallah. Mənim özüm də açığı indi getmək istəyirəm xaricə. Nədir səbəb əsas olaraq? Mən gəzməyi çox sevirəm ümumiyyətlə. Belə deyim, gəzmək mənim üçün həyat tərzidir deyə bilərəm. Mən əkizlər bürcüyəm bu arada. Qızların bir çoxunun zəhləsi getdiyi bürcdür. Əkizlər bürcünün çox vaxtı hansı xanımın yanına desəm, Tetiklər. o saat belə bir növ şey eləmək istəyirlər də, yəni məndən maksimum məsafəyə uzaqlaşmaq. Amma niyə belə bu qədər əkizlər bürcünü gözüm çıxdıya salıblar bilmirəm tam olaraq. Hə, əkizlər bürcündə ruhunda belə bir şey var amma əslində. Bir də fərqlilik. Yəni monoton həyat tərzi bizim üçün çox sıxıcıdır deyə bilərəm. Elə deyil Gövhər. Düzdür, bəlkə bu bürclə də. İndi insanlar bürcə inanmır, amma mən bir çox vaxtlarda hallarda görmüşəm ki, yəni əkizlər bürcü yəni belədir. Yəni çox vaxtı daha belə hiperaktivdir, rəngarəngdir. Hər şeydən məlumatımız var, amma çox da dərin deyil bəzən. Hə, zid şeylər olur əslində. Fikir versəm əslində beləyəm. Hə, tərəziyəm mən. Məndə də zid şeylər çoxdur. Məsəl üçün bizim bürcdə dəqiqlik, yəni dəqiq olmaq önəmli. Amma məsələn mən çox dəqiq deyiləm deyə demərəm yəni. Səndə bir əkizlər bürcü vibe var amma mən sənə. Əslində bir şey deyim, hə, mənim məsəl üçün tanımayan insan ilk ağlına gələn bürclərdən biri mənə əkizlər deyir. 100%. Sən hər şey baxımından. Mən sən hər tərəflisən. Hə, ən çox o şey yorum almışam ki, yəni sən əkizlər ola bilərsən. Demişəm yox, tərəziyəm. Bir də belə bir şey var məsəl üçün insanın o da bir dənə cümlə var. Fraza deyir ki, sən ətrafındakı 5 insanın ortalamasısan da. Hə. Yəni ümumiyyətlə xasiyyət baxımından, xüsusiyyət baxımından, fikir baxımından. Məsəl üçün bizdə ətrafımızda əkizlər bürcü olanlar çox olur. Birdən dostlarımız gəlir deyir ki, bizim yaxın dostlarımız ki, o qədər sizlə gəzmişəm, o qədər sizlə vaxt keçirmişəm ki, mən də özümü əkizlər bürcü kimi aparıram. Nə mənada yəni ki, məsəl üçün hansısa bir qərarsızlıq baxımından bizim bürcümüzün ən pis problemi qərarsızlıqdır. O baxımdan da hə. Amma valla bir dənə qərarsızlıq bizi çox sıxır əkizlər bürcü olaraq. Amma başqa hər şey superdir məncə, nə bilim. Bir insanlar da yaxşı insan olurlar, pis insan olmurlar. Mövzunu keçim. Next. Təbii ki, bürcəyə görə insanların yaxşı pis olmağını millətə görə, dinə görə heç vaxt bir də bir şey deyim. Düzgün deyil. Ümumiyyətlə bürc söhbət açılanda mən fikir vermişəm. Bu hamının bilsən hot take deyirlər. Məsəl üçün hot take bu bir şeydir, necə deyim, frazadır. Ha, frazadır. Bizim indi bir dənə istəyirsən söyle. Rezil olduq. Hot take mən başım isti götür deməkdir. Öz dilini bilməyən dilçi şu an uşaqlar. Hot take nə deməksə tam olaraq? Frazadır. İngilis çevrilə bilməyən bir şeydir də, yəni idiomadır. Hə. Bu əslində başqa bir məna ifadə edir. Hə, elə bilsən necə? Onu doğru danışım, sən terminik deyə bilməyəcəm. Narahat olma. Məsəl üçün bir şeyi belə deyim, hamı tərəfindən çox zid qarşılanan bir fikir olur adətən, bir algı. Onu ortada desən linçlənəcəksən. Çox vaxt bir konudur, onun üzərində fikirlər çox vaxt zidd olur. O mövzu hot take deyil. Ay, sən deyirsən də məsəl üçün o it's hot take də, yəni bu çox hot, yəni hot take də, yəni bu mövzu şeydir, mən fikir bildirməsəm yaxşıdır. Bu gün də belə deyim, dil, siyasət. Ola bilər. Kimi, futbol kimi bir İnşallah ki, yəni düzgün çox şey eləmişəm. Azərbaycan dilində şey elədim, qarışdırdım, hə. İngilis dilin həqiqətən sən çox qəşəngdir. Rahat olma, bu da nə var ki? Üçüncü qrupa, yəni xahiş edirəm. Əslində üçüncü qrupa, prosta biraz arada olur ya, adam həqiqətən qarışdırır. Məsəl üçün mən arada olur ki, mən başqa dillər bilmirəm, o qədər də açıq. Biraz ingilis dili, biraz alman dili, o da ki, çox da güclü bir şey. A1 səviyyəsi ola bilər, bəlkə beginner səviyyəsi. Amma bəzən olur ki, mən də öz dilimizdə olan sözü yadımdan çıxardım. Hansı ki, biraz kitab falan oxumuşam da, müəyyən qədər mütaliə etmişəm, çox da olmasa. Öz dilimizi çox sevirəm. Sadəcə olaraq bəzi insan unudur da. O da biraz mən elə fikirləşirəm ki, bizim dilimizdə biraz mən öz dilimizi çox sevirəm. Həqiqətən çox harmoniyalı dildir, çox gözəl dildir. Sadəcə olaraq bəzən fikirlərimizi ifadə eləmək üçün bizim üçün elə bir azdır o. Şablonlar mı deyim, sözlər mi deyim, bir şey deyim, bu şey qalır. İngilislərin biraz lüğəti şeydir axı, maşallah, yəni sinonimlər falan çoxdur. İdiomlar, onlar da genişdir. Ona görə əlinin altındadır. O an bizim dildə ifadə edə bilmir. Gördün ki, cümləni qursan çətin, uzun bir şey olacaq da məsəl üçün. Amma bir dənə terminik, bir dənə bir sözlə ifadə elə də, bir fraza ilə ifadə elə, hop, yəni sənin köməyinə çatır. Bilirəm, biraz şeydir, biraz linç yeyilən bir şeydir. Məsələn, güya indi xatırlamadın, nə bilim, adətən deyilir də, bu indi reallıq. Adi özü şey, məktəb vaxtlarında daha çox zorbalanırdım bunun üstündə ki,
yəni. da. Hə, amma həqiqətən Bullyingə elə idim. məruz Hə, qalırsan. unudurdum. Həqiqətən belə anlıq, yəni elə bir ki, gedirdi. Sonra xatırlayırdım da elə bir ki, o idiom mənə xatırladırdı onu, çağrışdırırdım beynimdə. Bax elə indi bəlkə də səndən danışa-danışa sonra yadıma düşəcək ki, hə bu söz idi bizim dildə. Yox, bu normal, məncə normal bir şey. Məncə də ola bilər bir şeydir. Sən zaten ingilis dilində içli dışlısan da belə. Bax məsələn içli dışlı sözü. Məsəl üçün bu da əslində türk dilində olan bir sözdür. Yəni türkçəsində. Yer gələndə olur bəzən. Mən bunu qınamıram bizim yəni insanlarımızda. Bir çox dildə məsəl üçün Azərbaycan milləti ümumiyyətlə çox belə deyim, həqiqətən də hər tərəfli talantlı millətiyik biz əslində. Çox talantlı millətiyik. Bax məsəl üçün rus dilini çox rahatlıqla öyrənib danışa bilirik. Yəni mən bilməsəm də danışan insanlar çoxdur məsəl üçün Azərbaycanlılar. Və yaxud da ki ingilis dilini çox rahatlıqla dilimiz yatqındır. Ümumiyyətlə bir çox sahələrdə, sferalarda Azərbaycanlı iş adamları, alimlərimiz olsun, hər şey baxımından talantlı millətiyik. Hər tərəfli millətiyik həqiqətən də. Sadəcə olaraq biz türk dilində kinolara baxırıq. Nəm rus dilində informasiyaları oxuyuruq məsəl üçün. İngilis dilində və yaxud da ki məsəl üçün nə bilim işimizlə bağlı hər dildə bir növ belə bir də yaşam biçimi, yaşam şeyi bitmə, yəni getdi yaşam biçimi. Həyat tərzi. Hə. Mən buradayam, bura narahat olma. Düzdür də, doğrudan. Məsəl üçün, həyat tərzində bir yerində mütləq o dili barındırırsansa, düz deyir, hə, iş ola bilər, dərs, təhsil baxımından. İstifadə edirsənsə. Hə, istifadə edirsənsə davamlı ciddən qaçılmazdır. Yəni bunu yaşamayan bilmir həqiqətən. 100%. Yəni düz mən o qədər yaşamamışam, dediyim kimi çox dil bilmirəm, amma Gövhərdə mən bunu hiss edirəm ki, yəni bu normal bir şeydir. 2012-ci ildə mən məzun olmuşam məktəbdən. Sən neçənci ildə? Məktəbdən 19. 19-cu ildə. Necə olur? Bir dəqiqə. Mən səndən çox böyüyəm. Niyə olur ki, mən sənin arasında 3 il cəmi fərq olsun? Yox, neçənci ildə məzun olmusan məktəbdən? 12-ci ildə. Sən neçənci ildə məzun olmusan? 3 il, 19. Hə. 12-19. 12-19 arasında nə qədər var ki? Üzr istəyirəm. 2009, 2012. Mənim də matematik normalda zəifdir. Özümdən də şübhələndim anlıq. İkimizin də eyni səviyyədə olmağı mən şu an. Sağ ol. Başqa. Narahat olma. Mən səndən biriyəm. Valla. 2000 mən 12-dən 2009-u şey dedim. 2019 biraz. Sən nə görürsən ki, mən 2012 düşündüm ki, ondan arxa nəsə. Özümü düzə çıxarda bilməyəcəm deyə fikirləşirəm. Hə. Aramızda 7 yaş fərq var. Qəşəng. Demək bax məsəl demək nə demək istəyirəm bro? Bax məsəl məktəb vaxtı həqiqətən də bu şey sistemi bullyingdən danışmaq istəyirəm. Bilmirəm niyə. Siz əslində bax bu çox maraqlı mövzudur, çox maraqlıdır. Mövzunu çünki xırdaladırsa çox dərinə doğru gedirik. Mövzu özünü lap aparır əvvələ. Məsəl üçün təhsil sistemimiz. Şeyi oxuyubsanmı bilmirəm yoxsa yox, Bəyaz Zambaqlar ölkəsində. Zambaqlar ölkəsində. Grigori Petroviçin kitabıdır. Çox maraqlı kitabdır. Hər bir Azərbaycanlı gəncə, şagirdə, tələbəyə, yəni ahıl yaşda olan insana fərqi yoxdur. Hamıya məsləhət görəcəyim 7-dən 70-ə bir kitabdır. Bəyaz Zambaqlar ölkəsində. Onu mütləq oxumalısan da Gövhər. Oxuyacağam inşallah. Orada Finlandiya millətinin necə bu günə, yəni indiki vəziyyətə çatdığı haqqında danışılır. Yəni kitab köhnə kitabdır əslində. Yəni çox belə müasir dövrün kitabı deyil, amma o vaxtda belə Finlandlar artıq özlərini inkişaf etdiriblərmiş də. Çox möhtəşəmdir. Yəni mən o kitabı, hətta o kitab elə bir kitabdır ki, Atatürk o vaxtı bütün məktəblərdə o kitabın tədris olunmağını tələb eləmişdi. Atatürk. Nədir söhbət? İnsanın cəmiyyətə uyğunlaşması üçün, cəmiyyətdə insanın yararlı olması üçün məncə o insanın yetişdirilməsi ilə başlayır birinci növbədə bağçadan, ən birinci ailədən, bağçadan, sonra məktəbdən, belə-belə etap-etap gəlir də məsəl üçün. Bizdə məsəl üçün sistemimiz olaraq biraz zəifçilik var. Gövhər, sən neçə yaşında hiss elədin ki, həyatda nə istəyirsən? Məsələn, bu dil öyrənmək baxımından məsəl üçün. Onu nə vaxt hiss elədin? Universitetə girəndən sonra universitetin əvvəl onu sən bilirdin. Sırf dil. Mənə çox maraqlıdır. Ümumiyyətlə, yəni həyatda nə istədiyini, hansı sahəyə getmək istədiyini, haçan onu dərk elədin, hiss elədin? Universitetə mən girən sənəd verdiyim il 2020-dən söhbət gedir. Məsələn, onda heç şübhəsiz mən həmişə xarici dilləri istəmişəm. Sırf xarici dilləri, ingilis dilini xarici dillərdə oxuyum. Bro, superdir. Çubuq. Sən nəyə görə superdir bu həqiqətən? Bəlkə də bunu bilmirəm. Yəni insanın özündən də asılı ola bilər. Yəni bəzi şeylər var ki, insanın özündən asılı olur. Onu cəmiyyətə günahlandırmaq lazım deyil. Amma bir çoxumuz, məsələn mən universitetə girəndən sonra baxın birinci qrup seçmişdim mən.
birinci qrup hamısı da şeydi, nə fənlər idi? Texniki fənlər idi də. Fizika, kimya, riyaziyyat, az dil, ingilis dili səhv eləmirəmsə 5 fən idi də. Hə. Mən özüm o vaxta qədər yəni niyə universitetə girəcəyimi bilmirdim. Ümumiyyətlə nəyə görə? Məsəl üçün hamı ətrafımızdakı nəsildə məsəl üçün hamı oxuyubdu. Sən də gir, sən də oxu və yaxud da ki, okey, oxumaq yaxşıdır. Mən məsəl üçün niyə birinci qrupa girim? Başqa var da, başqa seçimlər də var, ixtisaslar da var. Gələcəyin ixtisası məsəl üçün neft. O vaxtda evdən də istəyirdilər ki, neft deyirdi ki, daha yaxşıdır da. Mən də az bal vermişdim zaten. 253 bal vermişdim. Məndən gözləyirlər, çox gözləyirlər. 400, 500, 600 gözləyirlər məndən. 600 gözləyirlər belə deyim, amma mən 250 çıxmışdım. O vaxt çox pis depressiyaya düşmüşdüm, dəhşət, həqiqətən də. Amma sağ olsunlar. Bu belə mövzularda evin dəstəyi çox önəmlidir. Həqiqətən də məsəl üçün belə deyim də, istər-istəməz təbii ki, həmin vaxt mən də istəməzdim o qədər nəticə göstərim, daha yaxşı istəyərdim. Bəzən olur ki, bildiyin bir şeyləri unudursan və ya da bəzən olur ki, sürüşdürmə falan olur kimisindən. Yəni ailənin dəstəyi bu arada çox önəmlidir. Və buradan salam göndərirəm əziz valideynlərimə. Gövhər, sən də valideynlərimə salam göndərirəm. Sağ ol. Universitet bitirəndən sonra kitablar falan oxudum, o yan bu yan kinolara da baxdım. İnsan özünü tapmalıdır, öz daxili dünyasını kəşf elə falan. Ondan sonra mən bildim ki, hə, Kamran, sən nə istəyirsən? Ona qədər tam olaraq bilmirdim. Hamı bu yola fərqli şeylə başlayır. Məsələn, bir də bizim gənclikdə, yəni bizim İnqilab tərəf, yoxsa necə? Bir də tez keçib buradan kəsəcəksən. Generation-da bizim nəsil. Ay Allah, inanamıyorum. Burada mən kömək edə bilməyəcəm. Rezillik. Buyurun, işləyə bilərsiniz. Nəsil sözü. Gövhər xanım sizdən, mən gedirəm. Z nəsli bizim var da, acelecilik var. Məsələn, hər şey. Mən narahat olma. Google Translate kimi hiss edirəm özümü. Narahat olma. Tələskənlik. Məsələn, hər şeyə, bu arada çox türk sözündən istifadə edən deyiləm, amma deyəsən söhbətdə biraz bir-iki dəfə işlədəndən sonra olur, bağımlılıq olur, işlədirsən elə bir ki. Ola bilər. Məncə o sənlik bir şey. Çox işlətmirəm də, yəni. Deməli, kofedəndir. Deməli, məsələn, çox tələskənlik var. Bir şeyləri tez başarma tələskənliyi kimi bir şeyimiz var. Məsəl üçün, biz necə universitet bitdi, necə tez pul qazanmalıyam. Özüm də aid edirəm, bura mən də aidim. Məsələn, tez pul qazanmalıyam, amma həm karyerada başarılı olmalıyam, eyni zamanda həm pul qazanmalıyam, ən yaxşısı olmalıyam. Amma məsəl üçün, mən bunu deyirsiniz ki, universitetdən sonra yox. Yəni, ondan nə qədər sonra mən oturdum belə sakitləşməlisən də, yəni sakitləşməlisən ki, yarış halında deyilsən. Heç birimiz yarışmırıq. Çox qəşəng. Yəni məsəl üçün, sən həyatın başqa bir addımında, yaş söhbəti deyil bu qətiyyən. Başqa bir aşamasında prime dönəmlərini yaşaya bilərsən, 25-ində, 30-unda. Mən məsəl üçün indi tutaq ki, bir şeyləri başarmaq yolundayamsa, məsəl üçün deyirəm, sadəcə çabalayıram, başarmamışam elə. Amma məsəl üçün bu irəli üçün bir addımdır sadəcə. Yəni bu dəqiqə kimdə hara qaçırıq məsəl üçün, filankəs sertifikat aldı, filankəsi çağırdılar, medal verdilər, nə bilim nə. Təəssüf ki, bilirəm də, məsəl üçün özüm bunu aşmışam çox şükür, amma aşmayanlar da çoxdur, ətrafımda görürəm. Daimi elə bir ki, rəqabət halındayıq. Mütləq məsəl üçün mən də filan şey olmalıyam. İlla nəsə başarmalıyam. Niyə də? Başar təbii ki də, amma yəni mənə elə gəlir ki, tələsmədən, sadəcə sakit, nə istədiyini birinci çözüb, sonra yavaş-yavaş, zaten axarı gəlir. Eləyəndə, bir dəfə addım atanda gəlir yəni. Mən sənin sözünə qüvvət. Çox qəşəng mövzudur əslində bu. Bir növ fərqi yoxdur, yəni hansı yaş aralığındasan, hansı yaşdasan. Şəhər həyatı məncə belədir. Bilmirəm də kənddə, rayonlarda necədir? Şəhər həyatında elə bir ki, bir növ o səni buraxıblar yarışın içindəsənsən. Məsələn, orada qalib gəlmək kimi sənin elə bir məcburiyyətin var. Həyatı istədiyimiz kimi yaşaya bilmirik. Hər şey çox sürətli axıb gedir. Çox sürətli. Bilmirəm də bu nə ilə bağlıdır. Məsələn, adətən biz məsəl üçün uşaqlığımıza doğru gedəndə o günlərin necə qəşəng, şirin olduqları haqqında fikirləşirik, yəni belə hiss eləyirik. Amma indiki yəni və o vaxt elə bir zaman gecmi gedirdi, yoxsa texnologiya mı yox idi o qədər? Bilmirəm, sıxıcı idi mi deyim, yox sıxıcı deyildi. Amma indiki məsələn səhər necə açılır, axşam necə olur, onun fərqində olmuruq. Həqiqətən bilmirəm bu hansı ki, təbiət qanunları, təbiət hadisələri dəyişib, amma gün çox sürətli keçir. Yəni həmişə biz adi məsəl üçün futbol oynayırıq, hər həftənin şənbə günləri. İdman sağlamlıqdır. Sosial mesaj verək. Həftənin 6-cı günün nətər gəlib keçdiyini biz hamımız şoka düşürük. Deyir, yəni həqiqətən bir həftə keçdi, qurtardı. Zaman çox sürətli gedir. Çox. Dəhşət sürətli. Ona görə də çox sürətli gedir. O YouTube kanalımı açmağımın da səbəblərdən biri də bu idi. Biz insanlar elə fikirləşirik ki, məsəl üçün biz gəncik.
və bizim ölüm vaxtımız, ölmək vaxtımız çox-çox uzaqlardadır. Düzdür. Yəni hardasa 50 il var, 60 il var. Məsələn, 100-ə yaxın bir Elə limit gəlir, götürürük gənc olaraq. Düzdür. Amma həqiqətən də mən hamımıza uzun ömür, can sağlığı arzulayıram təbii ki. Hamımız öz xəyallarımızı inşallah yaşayaq, yaradaq. Bir xoşbəxt bir insan kimi bu dünyadan köçək. Təbii ki, bu da qayda qanundur, təbiətin qayda qanunudur. Amma bəzən tələsmək də lazım deyil, gecikmək də lazım deyil. Gecikmək nə baxımından mən deyirəm? Məsəl üçün eləyərəm də bir şeyləri çox ertələmək. Məsəl üçün mən istəyirəm ki, məsələn Gövhər istəyir ki, IELTS imtahan versin. Amma Gövhər həqiqətən bu mənim üçün günahdır. Gövhər haqqında belə bir misal çəkmək nə mənada gecikmək falan baxımından, yəni ertəliyim baxımından məni öldürər. İndi birazdan gedəcək çadıra Böyük Britaniyanın qabağında. Çadırın içində dərs alacağıq. Hər ehtimal birdən qapı açılan moment. Həqiqətən də bəzən ertələyirik istədiyimiz şeyləri. Məsəl üçün bu YouTube kanalını mən açmağı neçə vaxtdır xəyalını qururdum. İstəyirdim. Amma ki tənbəllikmi deyim, özümə bir də görəsən necə başlayacağam, nə cür başlayacağam. Bir yerdən Səbəb sonra tapmaq asandır. Ən asan şey, ən asan məsəl üçün proses səbəb tapmaqdır. Bəhanə tapmaq insana o qədər asandır ki, bu dəqiqə otur 10 dənə açmamaq üçün, aça bilməmək üçün 1000 dənə bəhanə saya bilər. Hava yağışlıdır. Əslində bəzilərdə məntiqli gələ bilər sizə. Deyərsiniz o əslində ola bilər. Amma heç biri də əslində əsassızdır. Yəni hamısı əsassızdır. Yəni belə baxanda səhərsi gün durub yenə onu davam etdirə bilər. Necə eləyir? Həm işləyir, həm yəni olur uşaq. Bax Yaxşı olar. Yox, həqiqətən. Bu məsəl üçün bu gün yağış yağırdı. Biz gedəcəyik Dizo parkı çəkməyə. Sonra mən Gövhərə dedim ki, Gövhər mənə demişdi ki, əvvəldən Kamran yağış yağacaq. Bunu nəzərə alaq. Mən demişdim ki, bilir. Həqiqətən də sağ olsun. Yuxarılarla əlaqəsi var, nəsə. Mən də dedim ki, mən də ChatGPT yazdım. Dedim ki, bəs dedi ki, saat 2-dən 5-ə 6-ya qədər hər şey yaxşıdır. Çıx söylə, kef elə, zaqar al. Günəş falan. Ondan sonra gəldim, Gövhər yağış yağır. Mən sənə demişdim axı. Deyirəm ki, bəlkə ləğv eləyək. Gövhər bir dənə durdu belə 2-3 saniyə telefonun arxasında durdu belə dedi. Kamran, bütün planı qurmuşam artıq. Əgər sən gəlməsən mən səni öldürərəm. Dedim artıq o şansın yoxdur. Gəlməlisən şansın yox. Ona görə uşaqlar AI-lara inanmayın heç birinə. Bax görürsüz? AI istəyir özü. Yəni inanmayın. Süni intellektə inanmayın. Görürsüz, nəticəsi ortada. Bəli, nəticədə o da yalan danışır. Həqiqətən də. Videomuzu çəkdik nəticədə bir podkast da olsa çəkirik. Necə gedir video? Qəşəng. Zarafatsız. Allah. Hiss edirsən ki, ümumiyyətlə podkastın içindəsən? Yox, əslində elə bir ki, həqiqətən dinləyicilər də, yəni həm dinləyirlər, həm onlar bir danışmasalar da, yəni ən azından bir kontaktda olmuş kimi hiss edirsən. Eynən. Aha, başa düşdüm. Maraqlıdır. İnşallah ki, onlar da maraqlıdır. Məncə maraqlı olar. Niyə də maraqlı olmasın? Maraqlı da inşallah. Yəni bu şeydə content. Mövzu da, yəni. Mövzu, hə. Mən də ağıllı düzəltməyə çalışıram. Deməli, bu hissəni də belə bağlaya bilərik ki, yəni ki, tələsməyin. Məncə əslində çox izah edən sözdür ya. Tələsmədən tələsməyin. Heç nəyi ay sağ ol. İndi bunu deyib sərsun gedib yenə harıl-harıl şey eləyəcəm. Yəni bunu da danışıram. Özüm də uyda gələ imtahan verməliyəm falan. Bunu hamımız eləyirik. Yalandan məsəl üçün özüm aldadırıq ki, yəni ay tələsməməliyik həyatda belə falan. Amma icraata gələndə hamımız əslində bir şeylərə tələsirik. Amma məsəl üçün o sən də dedin, universitet bitəndən sonrakı o belə boşluq dönəmi olur, nə edə bilərəm falan filan belə. Əslində onun özü də yaşanmalıdır. Biz fərqində olmadan məsəl üçün mən baxıram ki, məsəl üçün o özü də yaşanmalı bir dövrdür. İnsan var düzdür, bəxti gətirir. Bəxtimi, yəni məsəl üçün də bir uğur qazanıb əvvəlcədən ya da məsəl üçün şansı yol açır. Universitet bitən kimi, hətta universitet erasında belə işləyir, təcrübələrə gedir, çoxlu şeylər. Amma məsəl üçün mən bunun 95%-ni, qədər daha çox ancaq universiteti yaşamışam məsələn, əyləncə baxımından. Ancaq hər yerlərə gəzmişik, məsəl üçün aktivitelər eləmişik qrup yoldaşlarımla. Yəni onlar hələ də yəni düzdür, bəziləri iş baxımından əvvəl kimi alınmasa da, maksimum dərəcədə alındırıq da.
Belə yəni ancaq buna sərf eləmişəm deyə bilmərəm məsəl üçün. Çünki mənlə eyni məsəl üçün patok yoldaşım olsun, qrup yoldaşlarımdan da 1-2 nəfər təcrübələrə gedirdi, təcrübə proqramlarına. Belə də dəli kimi belə koşuşdururdular oradan ora, oradan ora, sertifikatlar alırdılar. O qədər könüllülüklər var, asan olsun, dost xidmət. Hamı məsəl üçün bilmirəm indi onların indiki iş çox güman olar da, yəni orada, yəni yaxşı bir yerlərdir də, müəssisələrdə. Mən boş gecənin boş kalfası kimi cəmaət oradan orada, ay təşkilat burdan gəldi, TGT burdan getdi. Mən də ancaq uşaqlar getmədiyimiz Dədə Qorqud getdi, Böyük Şor bulvarı getdi. Hara qaldı? Heç nə. Ona görə həmişə deyirdi qrup yoldaşım ki, hətta biri xüsusilə bunu deyirdi ki, stars olmuşam bu arada mən. Mənə deyirdilər ki, sən kağız-küğüz starsa yox da, yəni o sənəd işləsən, gəzməyin starsası olmusan. Sənə deyirdi ki, hər get dekanlığa bir dənə belə falan. Amma gəzmək məsəl üçün bir şey təşkil etmək olsun. Özdə məsəl üçün bir nəfərin belə gəlməmə şansı ola bilməzdi. Gəlməmə şansı ola bilməz. Hələ də hə deyib sonra yox demə. Qorxudun nə? Yoxsa balığınızı kəsdirərəm. Mümkün deyil, mümkün. Yəni bu arada sənə bir sual verim. Stars da bizim dildə nədir? Qrup nümayəndəsi. Qrup nümayəndəsi. Doğrudan deyirsən? Elə deyirlər. Deyil. Şübhələndimmi? Bilmirəm, mən də Stars eşitmişəm həmişə. Ona görə. Bir də bu arada Göfər, bilsən mən nəyə deyəcəydim? Yanıram, nəyə yanıram? Nəyə? Kibritə. Nəysə. Nəyə? Abi, work and travel gedə bilmədim mən o vaxt. Hə. Eşitmişdim, xəbərim yox idi, amma gedən uşaqlar olmuşdu bizdən. Bilirəm, Getmək istəyərdim. Mən çox istəyirdim sən tərdə. Orada o qısa vaxt ərzində sən getdiyi pulu da çıxarsan artıqlamasından da və bilsən belə bir şey başa düşürəm ki, biz nə demək istəyirəm. Bəzən bu çox önəmli, bu çox önəmli bir yerdir. Buna diqqətlə qulaq asın. Əgər sən özünə BMW almaq istəyirsən, onda sən nə etməlisən? Ən azından gedib o maşının içində oturmalısan və o maşının komfortunu hiss etməlisən. Bu maşının mənə necə deyim belə xodlananda o səsi, maşını işə salanda o səs çıxır ya belə. Onu hiss etməlisən. Toxunmalısan belə deyim də, bu yandakı oturacağın səthinə toxunmalısan, dərisinə, nə belə rulunu tutanda o oradakı arxayınlığı, öz güvəni hiss etməlisən ki, mən bu maşını niyə almaq istəyirəm? Bax, mövzu budur. Yəni bir çox xəyallarımıza biz toxunmalıyıq. Toxunmalıyıq ki, o xəyalımızı reallaşdıraq. Work and travel-a getsəydim deyə düşünürəm. Artıq o Amerikada yaşamağın, azadlığın, maddi cəhətdən, mənəvi cəhətdən rahatlığından. Təbii ki, hər bir yerin bir mənfi cəhəti var. Yəni Amerikası, Avropası, belə deyim, və ya da Skandinaviya ölkələri bunlar yəni cənnət deyillər təbii ki. Bir çox şeylərdə bizim ölkəmizdən və başqa ölkələrdən üstün ola bilərlər. Amma bu o demək deyil ki, o ölkələrin də heç bir qüsuru yoxdur. Qüsursuzluq deyə bir şey yoxdur. Yəni qüsur hamısında var. Sadəcə olaraq baxır sənin üçün, mənim üçün, Gövhər üçün plusları, yəni müsbətləri nədir, mənfiləri nədir və bizim üçün nə qədər uyğundur. Söhbətimizin paradoksunu sərdən fikirləşirəm ki, heç vaxt heç gec deyil deyirik. Sonradan mənim dediyim. Yanıram, ona yanıram ki, work and travel-a getməmişəm. Görsəz deyirəm də həmişə deyirik, amma içdənsə həmişə nə isə yeyib istənməyini yaşayırıq. Belə bir mənfi xüsusiyyətim var mənim, həqiqətən də. Durub indi burada ağıl-ağıl danışıram. Mənfi xüsusiyyətim nədir? Bəlkə də bu bilmirəm, yaxşıdır, yoxsa bəlkə də pisdir həqiqətən. Yaşadığım və yaşayacağım heç bir hadisəyə təəssüflənmirəm. Bilmirəm bu nə dərəcədə yaxşı bir şeydir və pis bir şey. Yəni həyatımda yaxşı və ya da pis bir şeylər olubsa, təbii ki, yaxşı ilə təəssüflənsən, o da ayrı bir mövzu. Əgər həyatında pis bir şey olubsa, məsəl üçün, mən ona təəssüflənmirəm ki, bu niyə oldu. Yəni bundan da bir şey nəticə çıxartmalısan. Çıxardıbsansa, yəni. Mən də son dövrlərdə düzdür, bəlkə bu mənada deyirsən, adi bir şeydə çatdıra bilməyəndə, bir şeyə gecikəndə, hər hansı bir şey, ay 2 dəqiqə qabaq bunu eləsən belə olmayacaq. Bunu artıq məsələn mən də olacaqmış oldu da, avtomatik beynim deyir, mən özüm yox. Beynim elə bir onu o şəkildə qəbul edir ki, falan belə də, yəni məndə də o var. Amma biraz mənə ürkütücü gəlirdi ki, da məsələn normalda belə düşünəmə çox necə deyim, hər şeyə tələsən biriyəm əslində, məsəl üçün eyni anda bu da olsun falan idim. Amma məsəl üçün mən də son dövrlər bəlkə deyirəm mənim yaş faktoru biraz, amma yox. Təsir edə bilər, amma məncə bilsən insanın o içdə o şeyə, mərhələyə gəlməyi var da. Elə insan var ki, məsəl üçün həqiqətən neçə yaşı var, o insan sözün həqiqi mənasında, yəni olğunlaşmayıb da, yəni. Pardon, bir şey yox. Yox, çox istəyirəm, nəyə gülün olmalı, maraqlı bir şeydir, yox, bu söhbətin burası çatdı. Şeydir, biz axırıncı imtahandan çıxanda mən bir dənə qrup yoldaşım var.
onunla biz evə qayıdırıq. O qatara çatmalıdır hər dəfə Sumqayıtda yaşayır. Hə. Və onlar axı müəyyən saatdan bir gedir Sumqayıtda, bilirsən, 28-dən. Birinci videomuz Sumqayıt videosu idi bizdə. Ay, o qızın qatara çatmağına mən belə stresslənirəm. Görəm bu çatdı, yəni mən belə stres. Həqiqətən mənim adi dillərdə də var idi elə bir qrup yoldaş. O qatara çatınca mən stres keçirirdim. İndi gəldi texnikdə də var. Deməli şeydir, biz bununla sağollaşdıq. Mən metroda gedirdim, mənə yazdı ki, Gövhər çatdıra bilmədim qatara və bir də qaldım saat 11-də. 11 tamamda qatar çıxacaq. Yarım saatdan çox gözləməliyəm burada. Bəlkə də 1 saata yaxında belə. Mən də qayıtdım qıza, nə deyirəm? Deyirəm ki, hə, nə yazdım? Yazdım ki, hə, Günay, eybi yox, hər şey, qismət. Sonra gördüm ki, Günay nəsə yazır yenə davamlı şəkildə. Qız bir paragraf şey yazıb. İnanırsan, bir dəqiqə qabaq nə bilim, nə bilsəm boşuna qaçmazdım falan nəsə belə də, yəni belə heyfslənmə mesajları yazıb da. Mən də götürüb yazıram ki, əşi heç nə olacaq demiş qismə. Qız burada belə, mən onu özümü avtomatikə qoşmuşam. Bir an dedim ki, cəmaət burada. Elə bilir ki, sən onu yola verirsən, kimi də hiss eləyə bilər. Yazdı ki, yəni ki, mən bu qədər şey stres keçirdim, sən qismətlisən, yəni bir növ belə çox rahat qısa formada cavablandırırsan da. Əslində onu mən də bilirəm. Qaçıranda bir şey anidə, məsələn, oturub bir də gözləməyən adama həqiqətən bir də məsəl üçün yorğun idik həmin gün ekstra, oturub boş-boş gözlə. Bir də mən də adətən onunla qalıram, söhbət edirəm. Məsəl üçün vaxtımız biraz gedir. Bir də tək idi özdə. Hər halda ona görə deyir gözləmək çətindir də, gözləyə bilmirəm çox olanda. İndi mən də burada qəşəng burada ancaq qismət olacaq buymuş. Əşi qismət. Nə qismət, neçə saat gözləyəcəm burada. Nə yazıb deyirəm ki, olacaq bir şey yox falan deyir. Mən də bir ara belə xalalar kimi falan danışıram. Özümdən qorxuram. Amma mən düşünürəm ki, həqiqətən də bir şey olmursa həyatında sənin demək ki, bir səbəb var da. O deyir, Allahın bir hikməti var. Yəni tanrının biri. Mən də çox inanıram. Olmayışının da bir səbəbi var, olmasının da. Ay sağ ol. Çox maraqlı mövzudur. Və həmişə də pozitiv olmaq lazımdır. Bir söz. Görürsən də pozitivlik var. Bilirsən nə mənada? Bir işə başlayacaqsan, ondan əvvəl onun haqqında necə fikirləşirsən? Əgər sevdiyim bir şey, həqiqi istəyirəmsə mən istəmək lazımdır. Məndə önəmli olan istəməkdir. Pozitivə doğru yönəlirsən. İstəsəm bir dənə bir şeyi istəməliyəm. Bir dənə hırs gəlir ki, mənə məsələn hırslı biriyəm məsəl üçün, prinsipdir nəsə də prinsip. Hər şey üçün yox. Çox istəyirəmsə bu. Əgər sən ona hazırsansa, o sənin həyatına gəlir, daxil olur. Və ya o hadisə baş verir. Belə bir şey də var. Əgər sən sevdiyin bir şey görürsənsə, bir işi görürsənsə, məncə o sevdiyin iş artıq sənin üçün iş deyil. İşdən iş olmaqdan çıxır. Artıq o sənin yaşam tərzindir, həyat tərzində, hobbindir. Ona görə də mən hamıya arzuluyuram ki, sevdiyi işlə məşğul olsunlar. Həqiqətən də. Düzdür. Yəni sevdiyi insanın sevdiyi işdən gəlir qazanmağı kimi gözəl bir şey yoxdur. Mənə bir podruqam, bir dənə mağazadan, çox qəşəng bir mağaza, yəni edit bir mağaza idi. Amma oranın baş ofisində bir şeydi, satış şeyi idi o da. Mənə dedi ki, bir-iki onda tanışı var idi orada. Çoxu demək olar tələbə. Deyərəm 80% master tələbəsi falan filan. Baxıram da ki, hərəsən dil bilirlər neçə dənə. Yəni baxıram deyəndə qız mənə deyirdi, podruqam. Nə yenə də elədi də, yəni nə dil tökdü. Sizdən çıxandan sonra 1-2 həftə falan sonra mənə dedi. Nuh dedim, mənə deyir ki, sənin bu, deyirəm ki, inad söhbəti deyil. Mənim üçün sadəcə bir dəfə idi o və son idi. Mən onu bir dəfə yaşadım, gördüm ki, müvəqqəti belə olsa mənlik deyil. Yəni mən məsəl üçün bilmirəm, sən amma düzəməli danışmamışam axı. Ondan sonra mən 2-3 həftə mən şeydə oldum, kursda işlədim. Oranın qeydiyyat şöbəsində, xarici dillər üzrə də. Məsəl üçün mən orada kağız şeydi, çox yorucu idi, həqiqətən ultra yorucu idi. Hal-hazırda elə həmin kursun vakansiya imtahanına hazırlaşıram. İnşallah müəllim master müəllimi kimi orada yer edinmək istəyirəm. Mənim öz müəllimlərim də ordadır. Yəni onlarla kollega ola biləcəyim ehtimalı belə məni həqiqətən həyəcanlandırır. İnşallah deyək. İnşallah bro. Yeni insanları tanımaq, bu arada gəzməkdən əlavə yeni insanlar tanımaq da mənim hobbilərimdən biridir. Və yeni insanlar dedim, təbii ki, keyfiyyətli, gözəl, ruhlu insanlar, yaxşı düşünən, pozitiv insanlar mənim üçün bir növ elə bilirəm ki, xəzinədir. Hər o insanlar mənim həyatıma daxil olursa, özümü çox yaxşı hiss edirəm. Bir növ bəslənirəm sizin pozitivliyinizdən. Elədir, insan insana enerjini. Məncə mütləq olmalıdır. Bəzən olur ki, elə insanlar var ki, neqativ insanlardır, amma onlar da pis insanlar deyillər. Sadəcə olaraq nə bilim, xarakterik olaraq neqativdirlər, onların düşüncə tərzləri biraz fərqlidir kimisindən, amma düşünürəm ki, bu enerjilə bir şeydir ki, zamanla o insanlar da pozitiv bir insan yanında daha da pozitivləşə bilərlər. Pozitiv olmaq lazımdır. Başa düşürəm, indi hal-hazırda hamımız istədiyimiz yerdə deyilik. İstənilən mövzuda, istənilən bir
həyatımızın istənilən bir hissəsində bəzən uğursuzluqlar olur hər şeylə bağlı. Ailə həyatından bağlı, iş həyatından bağlı. Amma əsas odur deyil, əsas odur düşünürəm ki, əsas odur ki, səni narahat edən şeyləri, səni nə narahat edirsə, onu həyatından çıxarmağı bacarmalısan. Bu çox önəmli bir şey mövzudur həqiqətən də. Bəzən olur ki, nələrəsə görə hansısa insanları, hansısa bir işi sən həyatından çıxarda bilmirsən. Amma bu sadəcə özümüzü tükətməkdir. Sadəcə olaraq bir növ necə demək, o içində insanın o görünməyən çürümə başlayır və yavaş-yavaş o çürümə sənin bütün bədəninə, ruhuna yayılır. Mən də indiyə qədər bəlkə də yəni buna haqq qazandırmıram təbii ki. 30 yaşa qədər məsəl üçün necə deyim sənə vasıfsız da belə deyək, heç bir sənət sahibi olmadan. Bu əslində yaxşı bir şey deyil təbii ki. Hər insan üçün fərqli vaxtda biçilib də bu. 100%. Hər insanın içində bir talant var, potensial var. Sadəcə olaraq onu üzə çıxartmaq lazımdır. Yəni almaz kimi hamının içində var. Nə vaxtsa parlayacaq onsuz yəni. Onu da biraz parlamağı üçün üstündə yüngülvari işləmək lazımdır. Təbii ki, yəni. Efor lazımdır. 100%. Mövzu o qədər şaxələnir ki, adam qalır belə bilmir. Zaten belə bir podkast çəkmək özü də elə indi hiss edirsən ki, başlıqsız podkast nə qədər çətindir. Çünki ən azından bir çərçivə daxilində danışmaq daha rahat olur. Bizimki indi ilk idi. Həm də random oldu da. Görək necə olacaq. Random oldu. Növbəti inşallah daha sistematik. Hava yağışlı olduğu üçün bir növ biz çalışdıq ki, gözəl bir yerdə oturaq, bir bu kafedə oturaq, belə bir podkast çəkək. Həm Gövhərlə dərdləşək, həm də ki bir belə əlimizdə video olsun. Bu da bir sınaqdır. Yoxlayırıq ki, podkastımız necə olub. Əgər maraqlı olsa və insanların da rəğbətini qazana bilsək, növbəti dəfə Gövhər olmayacaq. Başqa adam çağıracaqsa. Zarafat edirəm mən. Zarafat edirəm. İntonasiyanı da necə saxlaya icra edək görsən. Təbii ki, bu zarafatdır. Sizin də xoşunuza gəldisə bizim videomuz, yazarsınız. Kommentariyalarda fikirlərinizi bildirərsiniz. Gələn dəfə hansı mövzudan danışaq? Yekunlaşdıraq videonu yavaş-yavaş. Hə? Doğrudan. Vallahi. Görəsən çəkirim belə video. Təsəvvürlə düymə basırsan. Bir saatı təsəvvür et boş-boş danış. Ay yox, gedir. Gedir. Saxladın? Hə? Sağollaşaq saxla. Ay hə, doğrudan. Harayım? Mənim paniyetim. Çox. Qızılığın ortama keçir. Gerçək həyatda da belə. Gerçək həyatdan götürülüb. Bir saat ərzində Gövhər xanımın necə bir insan olduğunu gördük. Video baxırım da ortaya. Gövhər, öz sözlərimi, ürək sözlərimi denən sən izləyənlərə. Və hazırlaş gedirik kanalının izləyicilərinə. Bəli. Tövsiyəm o ola bilər ki, belə daha komfort olur. Sənə necə rahatdırsa. Tövsiyəm o ola bilər ki, yəni xəyallarınızın arxasınca gedin məncə. Çünki bundan çox danışdıq deyə. Məncə də. Hə, bundan biraz bu mövzuya çox toxunuldu. Məncə həqiqətən get. Bir də ki, məsəl üçün tələsməyin. Tələsin amma tələsməyin dedik. Tələsməyin. Tələsməyin. Həqiqətən, yəni məsəl üçün yarış halında, rəqabət halında hiss eləməyin və bir də ki, maksimum bəzən düzdür, mümkün olmur, bir də ki, çətin olur. Demək biraz qıraqdan asan olur, amma məncə maksimum dərəcədə nə qədər çətin də olsa, ən azından sınayın. Bir dəfə də olsa sınayın, sonra həyat özü zaten sizi axarı ilə aparacaq. İnşallah hamı üçün də ən xeyirlisi, ən uğurlusu olsun. Supersən. Çox əla nöqtələdin. Gövhərin sözünə qüvvət. Həqiqətən bu həyat insana bir dəfə verilir və bu həyatı bir dəfə yaşayırıq. Bilirəm, bu cümləni çox eşitibsiz və sizə şablon gələ bilər. Amma çox xahiş edirəm, içimən qarışır, elə dərk eləyək bunu. Bunu dərk eləyək və bilək ki, bizim həyatımız sonsuz deyil. İstədiyiniz xəyalınızda nələr varsa, nələr eləməlisinizsə, mütləq elə bu gündən, elə sabahdan başlayın. Başlayın. Çünki sığortalanmamışıq heç nədən. Yəni məncə bir şeyə başlayanda bir dənə atalar sözü var, pisini fikirləşmək lazım ki, yaxşısı zaten var. Yəni bu mənada ki, yox ki, yəni neqativə doğru gedəsən. Sadəcə olaraq bəlkə 100 yaşamadıq, 50 yaşadıq, 60 yaşadıq məsəl üçün. Bacaraq istədiyimiz həyatı yaşayaq. Ümid edirəm ki, içinizdə ürəyinizin ən dərinliyində hansı arzular varsa, hansı xəyallar varsa, hamısı reallaşar, hamısını həyata keçirə bilərsiniz. Sizlə mən Kamran və Gövhər idi. Axırıncı bir dənə bizim sözümüz var, həmişə deyirik. O şey. Hazırlaş. O şey. Necə də yarısı dəstək olur. Mən heç kanalımın adını bilmir, nədir kanalım? Bilirəm. Nədir? Hazırlaşma getmirik. Hazırlaşma getmirik. Niyə hazırlaş otururuq zaten. Fərqindəyəm.
Hazırlaş oturuq. Nə bilim. Daha iyrənci gələnə qədər ən iyrənci falan. Çünki mən düşünürəm ki, məntiqlə hazırlaş gedir deyəndən sonra ancaq hərəkətli olduğum üçün indi də oturduğumuza görə hazırlaş otururuqsa deyə bilərik də. Let's show. Vaxtı gəldisə tez bir yekunlaşdıraq məncə. İngilis dilində bunu necə deyirik? Try go on da deyə bilərik. Try Belə, go. Ya da let's go on da deyə bilərik. Hazırlaş Getdik, gedirik. Getdik. Let's go. Bu biraz asan olur da, bunu hamı bilir. Məncə biraz sən daha çətinləşdi onu. B1, B2 səviyyəsində da. Keeping going da deyə bilərik, amma biraz çox anlaşılmayan olacaq. Ona görə Keeping let's going. go, hə. Keep going Onda da deyə bilərik. mən ingilis dili aşağı olanlar üçün deyim, sən də ingilis Let's go deyək də uşaqlar. Okay. Ən hamının başa düşəcəyi dillə let's go. 2 1. Come on, let's go. Eyni anda demə deyə də bir. Sən Təzə. niyə yavaş deyirsən? Come on, hazırlaş. Slowdan gəlirsən, bir adidir, normal tonda deyil. Come on, let's go. Hə. Come on, biraz uzadaq da. Mən həmişə deyirəm, hazırlaş, gedirik. Hə, okey. Bax, yoxsa ona görə baxmaq istəyirdim. Mən deyirəm də, bunu buradayam da, bro. Bir də de. Hazırlaş, gedirik. Deyirəm, biz nə deyəcəyik? Come on, let's go. Come on. Come on, yoxsa? Come on, let's go. Come on, let's go. Aha. 3 2 1. 1. Come on, let's go. Ay Allah, oturmaqdan bizim ağrıdı.